Şeytanın təkəbbürü. İblis şeytanların atası, əvvəllərdə səma əhli ilə bir olub, göy onların cərgəsində idi. O 6000 il Allaha ibadət etmişdi. Böyük Allah Həzrəti Adəm əleyhissalamı yaratdıktan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə və iblisə Adəmin qarşısında səcdə etmələrini əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər. Lakin iblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi: "Mən oddan yaranmışam, sən isə palçıq və cildən." Məhz elə bu təkəbbürlüyü şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı. Nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu. Həmçinin Allah dərgahından qovularaq oradan uzaqlaşdırıldı. Möminlərin ağası Həzrəti İmam Əli İbni Əbi Talib əleyhissalam bu barədə buyurur: İblisin dastanından nəsihət və ibrət alın. Belə ki, onun sonsuz ibadət və səyi təkəbbürü nəticəsində aradan getdi. O 6000 il Allaha ibadət etmişdi. Hələ də o illərin dünya ya axirət illərindən olması məlum deyil. Lakin bir saatlıq təkəbbür və qüruru onun bu illərdə etdiyi bütün ibadət və səylərini məhv edib boşa çıxartdı. Baxmayaraq ki, şeytan da göy və ərş əhli idi, lakin Allah fərmanı yer və göy arasında eynidir. Bütün bəndələr Allah qarşısında bərabərdirlər. Ey Allahın bəndələri, bu Allah düşmənindən özünüzü qoruyun. Yoxsa siz də Allahın düşməninə çevrilə bilərsiniz.